Salam, 63 nömrəli suala baxırıq. ABC üçbucağında M ağırlıq mərkəzi, DF və BK düz xətlərin uzantıları Y nöqtəsindən kəsişir. MK KY bərabərdir. DF BC-yə paralel olarsa FK bölü AC nisbətini soruşur. Əvvəlcə baxırıq BK medianına. Bura medianların kəşfi nöqtəsi isə medianlar bilirik ki, kəsişi və kəşfi nöqtəsində 2-nin 1-ə nisbətinə bölünür. MK x olsa BM olacaq 2x. Eyni qaydada MK K'ya bərabər olduğuna görə burada x-dir. İndi baxırıq paralel düz xətlərə. DF BC-yə paraleldir. DF-i mən uzatdım D-yə qədər. Burada çarpaz bucaqlar var. Bura alfadirsə, buradakı bucaq da alfadır. Çünki daxil çarpaz bucaqlar bir-birinə bərabərdir. Bu bucaqlar qarşılıqlı bucaqlardır. Bura qamma yazıram. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Deməli, bu üç bucaqların üçüncü bucaqları da bir-birinə bərabərdir. Bunlara da beta yazıram. Deməli, buradan belə çıxır ki, üç bucaq FK'yə oxşar da üç bucaq BKC-yə. Oxşarlığa əsasən alfa bucağının qarşısındakı FK-nın digər üç bucaqda KC-yə nisbəti, beta bucağının qarşısındakı KY-nin digər üç bucaqda beta bucağının qarşısındakı BK-yə nisbəti bir-birinə bərabərdir. FK yoxdur. KC də yoxdur, amma onlar mənə lazımdır. O da bərabərdir. KY x-dir. BK da 3x. X-lər ixtisar gedəndə bura qalır 3-də 1. FK-ya deməli 1 uyğundur. Qırmızı ilə başqa bir rənglə göstərim. FK-ya 1 yazıram. Bura 1. KC-yə də 3 yazıram. KC də 3-dür. İndi mən bilirəm ki, burada BK mediandır. Median qarşı tərəfi bərabər hissələrə bölür. Yəni KC AK-ya bərabərdir. KC 3-dürsə, AK da ümumi 3 olmalıdır. Deməli, bura qalır 2. İndi bizə nə soruşur? FK böl AC-ni soruşur. FK şəklə baxıb görürük ki, 1-dir. AC də ümumi 2 plus 1 plus 3, 6. Cavab 6-da 1, B variantı.